Gəncə Voleybol Klubu 2023-cü ildə Azərbaycan ikinci böyük şəhəri olan Gəncədə yaradılıb. Yarandığı gündən etibarən klub ölkədə voleybolun inkişafına töhfə vermək, yeni idmançılar yetişdirmək və peşəkar idman mədəniyyətinin yaymanın qarşısına məqsəd qoyub. Son illərdə klub uğurlu nəticələrlə diqqət çəkib. 2023-cü ildə çimərlik voleybolu üzrə Respublika çempionatında gümüş medal, 2024-cü 25-ci illər mövsümündə qadın voleybolçular arasında Azərbaycan Kubokunun yarışlarında gümüş medal, 2025-ci ildə isə qar voleybolu üzrə ölkə çempionatında bürünc medal qazanıb. Baş məşqçi Rafael Petr deyir ki, biz oyun sürətimizi artırmağa çalışırıq. Əsas gücümüz komanda işidir. Turnirin son mərhələsində bütün bacarıqlar çox vacib olacaq. Buna görə də komandanı hazır vəziyyətə gətirməyə fokuslanmışıq. Komandanın kapitanı Sharon Tsepchumba Kipronu əlavə edib ki, komandada hər oyunçu eyni səviyyəyə gətirmək əsas məqsədimizdir. Burada olmaq mənim üçün ən böyük qürurdur. Məqsədimiz zirvədə olmaq və final oyunlarına çıxmaqdır. Oyunçuların da hazırlıq prosesindən razıdır. Mətanət Lətifova deyir ki, biz play-offa çıxmaq və Avropada Gəncə komandasını təmsil etmək istəyirik. Hədəfimiz əlbəttə ki, play-offa çıxmaqdır. Play-offda çıxıb və Avropada Gəncə komandasını təmsil etməkdir. Gəncəni təmsil etməkdir əlbəttə ki. Belə deyim də bizə əlbəttə ki, komandamız yüksək rus səviyyəsindədir. Hər oyunlara ciddi çalışırıq. Tribunadakı dəstəkçilərimiz, yəni azərkeşlərimizin dəstəyi bizim üçün çox vacibdir. Onların dəstəyi bizə daha da motivasiya verir. Komandanın vinceri Karolina Nova bildirir ki, hər oyundan zövq alıram və bu mənim karyeramı inkişaf etdirməyə kömək edir. Biz növbəti oyuna və addıma fokuslanırıq və play-off hədəfimizi unutmuruq. Alisa Kim əlavə edir ki, komandada oynamaq mənim üçün çox əyləncəlidir. Baş məşqçimizin fəlsəfi səhvləri fokuslanmaq əvəzinə növbəti xal və ümumi oyuna diqqət etdirməyimizə imkan verir. Gəncənin azərkeşləri isə böyük dəstək olurlar. Aysu Elverin də fikirlərini bölüşür. Komandamızın enerjili və bir-birimizi çox yaxşı anlayırıq. Məşq zalı, fitness zalı, fizioterapiya otaqları, hər şey var. Burada olmaq mənim üçün evdəki kimidir. Azərkeşlərimiz bizim üçün çox vacibdir. Gəncə Voleybol Klubu hazırlıq prosesi yaxından izlədikdən sonra aydın olur ki, komandada yalnız texniki bacarıqlarını inkişaf etdirmir, həm də birlikdə işləməyin, səbir və motivasiyanın nə qədər vacib olduğunu göstərir. Buradakı hər bir məşq, hər bir oyun və hər bir uğur həm komandada, həm də şəhər üçün böyük qürur mənbəyidir. Gəncə komandası yalnız yarışlarda uğur qazanmaq üçün deyil, voleybolun inkişafına töhfə vermək üçün də hər gün əzmlə çalışır. Buradakı hər bir gənc oyunçu üçün bu klub həm təcrübə toplamaq, həm də potensialını reallaşdırmaq üçün əvəzsiz bir fürsətdir. Ziya Hikmətoğlu, Müqabil Bəbirxanov, Səs TV xəbər.